Azərbaycanlı jurnalist Əfqan Muxtarlının işi ilə bağlı 100 nəfərdən çox adam dindirilib. Kameralardan 30-dan çox çəkiliş götürülüb. Bu barədə Gürcüstan parlamentində çoxluq təşkil edən koalisiyanın lideri Arçil Talakadze Rustavici kanalının seçim proqramına müsahibəsində deyib. Arçil Takaladze deyib ki, Gürcüstan Azərbaycana Əfqan Muxtarlını dindirmək üçün müraciət edib. Bu dindirmənin protokolunun da işə daxil ediləcəyi bildirilib. Əfqan Muxtarlı isə Gürcüstan Azərbaycandakı səfirinin onunla görüşə gəlməsini tələb edir. Bu barədə məlumatı onun vəkili Elçin Sadıqov yayıb. Vəkil artıq səfirliyə də müraciət etdiyini söyləyib. 23 Beynəlxalq Hüquq Müdafiə Təşkilatı isə Əfqan Muxtarlının mayın 29-da Tbilisidə uğurlanmasının hərtərəfli araşdırılmasını tələb edir. Onlar bununla bağlı Gürcüstanın baş naziri Georgi Kirikaşviliyə məktub göndəriblər. Əfqan Muxtarlının mayın 29-da Tbilisidə evinin yaxınlığında uğurlanaraq Bakıya gətirildiyi bildirilir. Mayın 30-da Səbaha rayon məhkəməsi onun barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçib. Jurnalist sərhədi qanunsuz keçmə, qaçaqmalçılıq və hakimiyyət nümayəndəsinə müqavimət göstərmə maddələri ilə ittiham olunur. Bakı Apellyasiya Məhkəməsində AXCB sədrinin müavini Gözəl Bayramlının ev dustaqlığına buraxılmasına dair Səbaha rayon məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinə baxılıb. Hakim İlqar Murquzov Gözəl Bayramlının istintaqdan gizlənə biləcəyini, şahidlərə təsir etmə ehtimalının olduğunu bildirərək şikayəti təmin etməyib. Gözəl Bayramlı mayın 25-i Gürcüstandan Azərbaycana gələrkən saxlanılıb. Qaçaqmalçılıqda ittiham edilən xanım siyasətçinin əşyaları arasında 12.000 dollar tapıldığı iddia edilir. Bakıda Esfəndiyar Cəlalov küçəsi Kaktus restoranının yaxınlığındakı məcburi köçkünlərin yaşadığı 5 mərtəbəli binada yanğın olub. 2 bloklu binanın sakinləri yanğının nə səbəbdən baş verdiyini bilmədiklərini söyləyiblər. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğın söndürənləri gəlib. Yanğın söndürülüb.